Sizə bir dənə maşın göstərirəm. Bəli, bu videoda Eşref Tekin fıstığı ilə serialın çəkildiyi bir neçə setə gedəcəyik. İlk öncə fıstığa eləşirik və işə salırıq. Əminliklə deyə bilərəm ki, yeni nəsil heç bir avtomobildə bu rahatlığı görməmişəm. Mükəmməldir, dəhşət. Eşref abimiz işini bilir. Bu arada maşının ətraflı videosu da səhifəmdə var. Fıstığa tam da yaraşan retro musiqilərlə yola çıxırıq və nəhayət ilk setimizə çatırıq. Dostlar, buranı bilmirəm tanıdınız. Eşref Rüyada, Rüyanın, yəni Nisanın evidir. Bura pəncərəsidir, bura qapısı. Hətta yaxından göstərim. Bu qapıdan içəri girirdi, içəridə qalırdı. Və bura gündüz vaxtı gəldiyimizdə vəziyyət belə olduğu üçün siz məncə gecələr gəlin deyirik və bu set ilə yekunlaşırıq. İndi isə Kadir'in üzr istəyirəm, əsl sahibi Eşref olan otelə gedirik. Burada Eşrefin otelidir. Maşınları orada saxlayırdılar, buradan içəri girirdilər. Və bura gəlmişkən Gürdalın həmin məşhur səhnəsini xatırlayaq. Hadi. Ne? Ne? Davamı üçün izləməyi unutma.